bürcü 24 may 2026-cı il. Çətin ki, bu gün çətinliklər və sınaqlar olmadan geçsin. Əgər buna hazır olsanız və bəxtə kiminsə dəstəyinə deyil, öz gücünüzə arxalansanız, mənfi tendensiyaların təsirinə baxmayaraq uğur qazana biləcəksiniz. Tez və qətiyyətlə hərəkət etmək vərdişiniz bu dəfə sizə pis zarafat edə bilər. Bugün tamamilə fərqli yanaşma tələb edir. Ehtiyatlıq, sağlam düşüncə və xırda detallara xüsusi diqqət, işdə tələskənlik, xüsusilə vacib qərarlar qəbul edən, başqalarına görə məsuliyyət daşıyanlar üçün pis məsləhətçi olacaq. Boğa bürcü 24 may 2026-cı il. Bugün peşəkar uğurlara can atanların xoşuna gələcək. İşdə uğurlar və işgüzar sahədə yaşlığa doğru dəyişikliklər vəd olunur. Bir çox şey uğurlanacaq. Siz isə ulduzların dəstəyindən elə istifadə etməlisiniz ki, müsbət tendensiyaların təsirini öz xeyrinizə yönəldə biləsiniz. Elə səhərdən qeyri-adi güc və nikbinlik hiss edəcəksiniz. Dünənə qədər çətin görünən iş tapşırıqları gözlənilmədən həll olunacaq. Rəhbərlik uğurlarınıza diqqət yetirəcək. Həmkarlardan biri isə sizin təcrübənizdən faydalanmaq istəyəcək. Hətta adətən başqalarının məsləhətlərinə şübhə ilə yanaşanların belə sizdən məsləhət istəməsinə təəccüblənməyin. Əkizlər bürcü 24 may 2026-cı il. Heç yerə tələsməyin. Nə ilə məşğul olmağınızdan asılı olmayaraq xırda detallara daha diqqətli olun. Əvvəlcə əhəmiyyətsiz görünən bir şey sonradan vacib rol oynaya bilər. Buna görə ayıq olun. Günün ilk yarısında işdə gərgin anlar mümkündür. Ola bilsin ki, əvvəllər buraxılmış səhvləri düzəltmək və ya geridə qalan işləri tamamlamaq lazım gəlsin. Problemləri vaxtında qəbul etmək, onları görməzdən gəlməmək, əksinə həll yolu axtarmaq vacibdir. Bu həmişə dərhal alınmayacaq, amma israrlı olsanız məqsədinizə çatacaqsınız. Hərçəng bürcü 24 may 2026-cı il. Bugün qarşınıza çoxlu maraqlı imkanlar açacaq. Çalışın ki, onlardan heç birini qaçırmayasınız. İşdə uğurlar mümkündür. Həmkarların çətinlik çəkdiyi tapşırıqları siz tez və demək olar ki, heç bir səy göstərmədən həll edəcəksiniz. Bu diqqətdən yayınmayacaq. Rəhbərlik uğurlarınıza diqqət yetirib, tezliklə sizə maraqlı bir təklif verəcək. Hələlik isə özünüzü ən yaxşı tərəfdən göstərməyə və etibarlı mütəxəssis nüfuzunuzu möhkəmləndirməyə çalışın. Potensial işə götürənlər və işgüzar tərəfdaşlarla görüşlər uğurlu keçəcək. Onlar sizin peşəkarlığınızı və məsuliyyəti üzərinizə götürməyə hazır olmağınızı yüksək qiymətləndirəcəklər. Şir bürcü 24 may 2026-cı il. Nəyə qadir olduğunuzu göstərməyin vaxtıdır. Əgər bugün düzgün davransanız bir çox işdə uğur qazana biləcəksiniz. Səhər xüsusilə iş baxımından əlverişli olacaq. Özünüzə inamınız və öz mövqeyinizi müdafiə etmək bacarığınız təsirli nəticələr əldə etməyə kömək edəcək. Həmkarlar sözlərinizə qulaq asacaq və verdiyiniz məsləhətlərə həvəslə əməl edəcəklər. Rəhbərlik isə sizin israrınızı və mürəkkəb layihələrdə məsuliyyəti üzərinizə götürməyə hazır olmağınızı qiymətləndirəcək. Qız bürcü 24 may 2026-cı il. Özünüzü dağlar yerindən oynatmağa hazır hiss edəcəksiniz və bu həqiqətən o qədər də uzaq olmayacaq. İş günü o qədər uğurlu keçəcək ki, axşam özünüz belə nə qədər işi çatdırmağınıza təəccüblənəcəksiniz. Tapşırıqlar bir-bir həll olunacaq və lazım olan nəticəni əldə etmək üçün hər dəfə gücdən düşməyə ehtiyac qalmayacaq. Həmkarlar məhsuldarlığınızı görəcək. Rəhbərlik də bunu qiymətləndirəcək. Amma xüsusilə vacib olan öz maraqlarınıza deyil, ümumi maraqları rəhbər tutmağınız olacaq. Məhz bunun sayəsində əvvəllər yola getmədiyiniz insanlarla ortaq dil tapacaq və yeni müttəfiqlər qazanacaqsınız. Tərəzi bürcü 24 may 2026-cı il. Əvvəllər dolaşıq və anlaşılmaz görünən məsələləri aydınlaşdırmağın vaxtıdır. Bugün bir çox vacib sualın cavabını almaq, həmçinin təcrübəsi sizə dəfələrlə fayda vermiş insanların dəstəyini qazanmaq şansınız olacaq. Son həftələr düşündüyünüz problemlər tamamilə fərqli şəkildə görünəcək. Əvvəllər çıxılmaz vəziyyət gördüyünüz yerdə indi həll yollarını görəcəksiniz. Bu xüsusilə iş sahəsində özünü parlaq şəkildə göstərəcək. Yerində sayan məsələlər sizin vəziyyətə yeni baxışınız sayəsində nəhayət irəliləyəcək. Əqrəb bürcü 24 may 2026-cı il. Yadda saxlayın ki, siz yalnız hər şey rahat gedəndə deyil, maneələri aşmalı olduğunuz günlərdə də uğur qazana bilirsiniz. Günün başlanğıcı çətinliklərsiz keçməyəcək. İşdə diqqət və iştirakınızı tələb edən vəziyyətlər yaranacaq. Məlum ola bilər ki, əvvəllər etdiyiniz səhvləri təcili düzəltmək və ya artıq tamamlanmış hesab etdiyiniz işi yenidən görmək lazımdır. Qorxmayın və əsəbləşməyin. Problemlər göründüyü qədər ciddi deyil. Çox keçmədən onları həll etməyə lazım olduğunu anlayacaqsınız. Ox atan bürcü 24 may 2026-cı il. Arzuların gerçəkləşməyə, səylərin isə görünən nəticə verməyə başladığı gün gəlib çatdı. Son vaxtlar üzərində işlədiyiniz layihələr bugün artıq daha aydın form almağa başlayacaq. Çətin görünən tapşırıqlar tam həll edilə bilən olacaq. Qarşınıza hansısa maneələr çıxsa belə, siz onların öhdəsindən gəlməyin yolunu tapacaqsınız. Təbii çevikliyiniz və qeyri-standart düşünmək bacarığınız istənilən vəziyyətdən çıxış yolu tapmağa kömək edəcək.
Oğlaq bürcü 24 may 2026-cı il. Uğur sanki özü sizin əlinizə gələcək. İntuisiyanız bu gün ulduzların sizin tərəfinizdə olduğunu deyəcək və yanılmayacaq. Sizə yalnız yaranmış vəziyyətdən düzgün istifadə etmək qalacaq. Günün ilk yarısında bir çox oğlaqlar yaxın keçmişdə həlli mümkünsüz görünən iş tapşırıqlarının öhdəsindən gələcək və ya hamını çıxılmaz vəziyyətə salan problemləri həll edəcəklər. Bir qədər sonra isə yeni layihələrə başlamaq üçün münasib vaxt gələcək. Əgər çoxdan cəsarətli bir ideya barədə düşünürsünüzsə, bu gün onun həyata keçirilməsinə başlamağa çalışın. Həmkarlar sizin həvəsinizi bölüşəcək. Planların həyata keçirilməsində məmnuniyyətlə kömək edəcəklər. Dolça bürcü 24 may 2026-cı il. Bugün çətinliklərsiz keçməyəcək, amma diqqətli və çevik olsanız onların öhdəsindən asanlıqla gələcəksiniz. İşdə gözlənilməz vəziyyətlər yarana bilər və buna görə planlarınızı dəyişmək, bəzi işləri təxirə salmaq, digərlərinə diqqət etmək lazım gələcək. Təcili tapşırıqlar və dərhal reaksiya tələb edən xəbərlər mümkündür. Panikaya düşməyin və özünüzü itirməyin. Hər şey alınacaq. Sadəcə bir qədər artıq səy göstərmək lazım olacaq. Balıqlar bürcü 24 may 2026-cı il. Bu gün xırda problemləri kompensasiya edəcək xoş sürprizlər gətirəcək. Səhər gözlədiyiniz kimi keçməyə bilər. Bəzi işləri təxirə salmaq lazım gələcək və əvvəlcə bu sizi məyus edəcək. Amma məhz bu dəyişikliklər sayəsində tezliklə qarşınıza əvvəllər heç ağlınıza gəlməyən yeni imkanlar açılacaq. Əvvəlcə planlarınıza daxil olmayan bir layihə sizə məşğul olmağı düşündüyünüz işdən daha maraqlı nəticələr verə bilər.